Xoş gördük, hörmətli tamaşaçılar. Azərbaycan dili verilişi efirdədir. Biz dilçiliyin ən mühüm məsələlərindən biri olan və prinsip etibarilə dil haqqındakı elmin mahiyyətini müəyyənləşdirə biləcək bir məsələdən danışacağıq. Bu, dil və nitq problemi. Dil və nitq problemi uzun müddət dilçilikdə nəzərə alınmayan, dillə nitq arasında fərq qoyulmayan bir səviyyədə baxılıb. Amma 19-cu əsrin əvvəllərində ilk dəfə görkəmli Alman dil filosofu Wilhelm von Humboldt bu məsələ ilə məşğul olub. Dillə nitqin nə isə fərqli şeylər olduğu barədə ilk mülahizələrini söyləyib, onları qarşı-qarşıya qoyub. Bundan bir müddətdən sonra İsveçrə alimi ümumən dilçilik sahəsində yeni bir mərhələ, yeni bir dövr yaratmış Ferdinand de Saussure dil-nitq arasındakı münasibətləri tam demək dəqiqliyi ilə və tam təfərrüatları ilə aydınlaşdırıbdır. Dil nədir? Dil mücərrəd bir hadisədir. Biz dil adlanan hadisə ilə heç vaxt kontaktda olmuruq. Dil bizim daxilimizdədir. Dil gizlidir. Amma nitq dediyimiz hadisə, o konkretdir. O daim təzahür eləyir, ya yazılı şəkildə, ya şifahi şəkildə. Dilin bu konkret olaraq təzahüründə fərdilik həmişə önə çıxır. Amma dilin mahiyyət kimi mövcudluğunda konkretlik yoxdur. Yəni, nitq prosesdir. Proses olaraq o görünən və yaxud eşidilən xüsusiyyətlərə malikdir. Amma dil adlandırdığımız hadisə mücərrəd olduğuna görə o bir növ, belə deyək ki, mistik bir xarakter daşıyır. Yəni, biz onu heç vaxt müşahidə eləmirik. Biz onu yalnız nitq vasitəsi ilə o nitqin meydana çıxması üçün səbəb olduğuna görə dərk eləyə bilirik. Əgər bunu dərk eləmək o qədər də belə asan da olsaydı, əlbəttə, ərəb dilçiliyində, ondan da qabaq Yunan dilçiliyində, orta əsrlərin Avropa dilçiliyində, rasional qrammatikada dillə nitqi bir-birindən ayıra bilərdilər. Amma bu əlbəttə çox dərin bir, eyni zamanda fəlsəfi, idraki, qnosioloji bir məsələ olduğuna görə dillə nitq arasında o fərqlərin müəyyənləşdirilməsi üçün uzun zamanlar tələb olunubdur. Bu, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə doğru dillə nitqin bir-birindən ayrılması həm də onunla əlamətdardır ki, nitq şəklində təzahür eləyən dillər arasında fərqlər var. Və bu fərqliliklər hansısa ümumi, mücərrəd bir dil mexanizminə istinad eləyir. Ona görə də Ferdinand de Saussure'un məşhur nəzəriyyəsi və dil-nitq dixotomiyası nəticə etibarilə sonralar bir də nəzərdən keçirildi, baxıldı və 20-ci əsrin ortalarından sonra böyük Amerika dilçisi Noam Chomsky bu məsələdə daha dərinə getmək imkanları nümayiş elətdirdi. Bu mənada ki, Ferdinand de Saussure dil-nitq qarşıdurmasına təfəkkür məsələlərini gətirmirdi. Orada artıq baxış dilçi baxışı idi. Və bu strukturalist bir baxış kimi nəzərdən keçirilirdi. Amma Noam Chomsky'nin antroposentrik düşüncəsi dil-nitq məsələlərinə münasibətdə eyni zamanda dillər və təfəkkür, ümumi və xüsusi olan cəhətlər qarşıdurmalarını da müəyyənləşdirdi ki, bu dil-nitq məsələsinə münasibətlərdə daha analitik bir baxış sərgiləmiş oldu. Dil işarələr sistemidir. Nitq də işarələrdən ibarətdir. Amma dil sistemində olan işarələr modelləşmiş, hər hansı bir funksiya üçün, deyək, ünsiyyət, ekspresiya və yaxud poetik funksiya üçün
hazır materiallardan ibarətdir ki, bunlar məhz nitqdə öz belə deyək təfərrüatlarını tapır. Nitqdə gedən dəyişikliklər, inkişaf dildə olmur. Dil elə bil ki, əbədi yaradılmış bir sistemdir. Amma nitq ədəbi dil aktı kimi o müəyyən elementlərində, deyək, lüğət tərkibində, hətta fonetik quruluşunda, sintaksində, çünki dil sintaksi əhatə eləmir, dil o üslubi texnologiyaları əhatə eləmir. Ona görə də o elə bil ki, bizim o nitqimizin arxasında möhtəşəm bir hadisə kimi, norma kimi, sistem kimi dayanır və nitq şəklində təzahürlərə də öz normativliyini diktə eləyir. Amma nitq həmişə o normativliklərdən mümkün qədər qaçır. Stilizasiyalara gedir, üslubi maneralar nümayiş elətdirir. Amma yenə də o arxada, o dilin möhtəşəm əbədiyyəti dayanmasaydı, nitq bizim üçün çox tezliklə anlaşılmaz səslərə və yaxud hərflərə çevrilə bilərdi.